Azər müəllim, salam. Salam. Hər kəs Sosial Xidmətlər Agentliyinə müraciət edib sanatoriya kurort yollayışı əldə edə bilər. Bilməz. Ancaq qanunvericiliyin tələbinə uyğun olaraq imtiyazlı şəxslər kateqoriyasından hesab olunan şəxslər Sosial Xidmətlər Agentliyinə müraciət etməklə sanator kurort yollayışı əldə edə bilərlər. İmtiyazlı şəxslər dedikdə şəhidlərimizin ailə üzvləri, əlilliyi olan şəxslər, əlilliyi olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar və s. İldə bir dəfədən artıq yollayış əldə etmək olar. Olmaz. Qanunvericiliyin tələbinə uyğun olaraq imtiyazlı şəxslər ildə bir dəfədən çox olmamaqla sanator kurort yollayışı əldə edə bilərlər. Vətəndaş özü hansı müalicə mərkəzinə gedəcəyini seçə bilməz. Bilər. Əgər bununla bağlı vətəndaşın sanator kurort kartasında yaxud göstərişində qeydlər aparan həkimin əks göstərişi olmazsa. Növbəyə dayanmadan da sanatoriya kurort yollayışı almaq olar. Olmaz. Vətəndaşlar sanator kurort yollayışları ilə təmin olunmaq üçün birmənalı olaraq növbəyə dayanmalıdırlar. Əlilliyi olan uşağın valideyni də onunla müalicəyə gedə bilər. Bilər. Belə ki, əlilliyi olan uşağın valideynlərindən biri müşahidatçı qismində onu müşahidə edə, sanatoriyada müvafiq sanator kurort müalicəsi də keçə bilər. Sanatoriya kurort yollayışını əldə etmək üçün yalnız Sosial Xidmətlər Agentliyinə müraciət etmək lazımdır. Belə deyil. Qanunvericiliyə uyğun olaraq imtiyazlı şəxslər Sosial Xidmətlər Agentliyi ilə bərabər dost mərkəzləri ilə əhatə olunmuş regionlarda dost mərkəzlərinə yaxınlaşmaqla da növbəyə dayana bilərlər. Vətəndaşın xahişi ilə növbəlik dəyişdirilə bilər. Bilməz. Birmənalı olaraq növbəlilik prinsipi sanator kurort yollayışları ilə təminatın əsasını təşkil edir. Çox sağ olun Azər müəllim. Mən təşəkkür edirəm, siz sağ olun.